Standartlara cavab verməyən uşaq qidaları satışdan çıxarılacaq. Bununla bağlı Yevlax və ətraf rayonlarda yoxlamalara başlanılıb. Həkimlər isə valideynləri uşaq qidaları alarkən ehtiyatlı olmağa çağırır. Son zamanlar körpələrin qida məhsullarından zəhərlənməsi və dəri xəstəliklərinə tutulması aktual mövzuya çevrilib. Market və mağazalarda körpələrin qidası üçün satılan mallar alıcılar tərəfindən alındıqdan sonra bir sıra problemlər meydana gətirir. Havaların isti keçməsi körpələrin normal qidalanmasına da ziyan vurur. Yevlax şəhər uşaq xəstəxanasının həkimi Firuzə İsmailovanın sözlərinə görə 6-8 aylıq körpələr ana südündən imtina etdikdən sonra 2 yaşına qədər Səhiyyə Nazirliyinin məsləhət bildiyi yeməklərlə qidalanmalıdır. Bu da həkimlərin nəzarət altında olmalıdır. Əgər anada müəyyən rezus problemi varsa, ya ananın müəyyən xəstəliyi, bəzi xəstəliklər var ki, hansı ki, burada ana südü ilə qidalanma tamamilə əks göstərişdir. Bu hallarda həmin qarışıqlardan istifadə olunur. Bunlar 0-6 ay və 6 ay, 1 yaş, hətta 1 yaş yarımına dək bunları vermək olar. Həkim onda bildirir ki, sağlamlığa yararlı yeməklər körpələrin yüksək bədən hərarətlərindən qoruyur və onların immunitetini gücləndirir. Əgər uşaqda allergiya yoxdursa, verərkən mütləq nəzərə almaq lazımdır uşağın orqanizmin həssaslığı. Əgər uşaqda diabez yoxdursa, allergiya yoxdursa, bu zaman həmin uşaqlara yumurta sarısını vermək olar. Çünki yumurta sarısı da vitamin D2 ilə zəngindir, kalsiumla zəngindir. Fiziki cəhətdən zəif körpələrin satılan qida məhsullarına daha çox ehtiyac olduğunu bildirən Firuzə İsmailova deyir ki, valideynlər konservləşdirilmiş yeməkləri ticarət obyektlərindən deyil, daha çox apteklərdən almalıdırlar. Səbəb ticarət obyektlərində satılan qidaların əksər hallarda standartlara uyğun şəkildə satılmamasıdır. Yarımçıq və zəif doğulmuş uşaqlara daha çox bunların uyğunlaşdırılmış qidalar var. Pre, məsələn, Humana Pre var, Nutrilak Pre var, Nutrilon Pre var. Bu qidalarla başlanır. Ta ki, uşaq o dövrə kimi verilir ki, uşaq artıq uşaqda həzm normaya düşüncək. Və məlumdur ki, yeni doğulmuşlarda müəyyən həzm problemləri yaranır ki, bu da onlarda həzm fermentlərinin zəif inkişaf etməsi, bağırsaqda sorulmanın nisbətən zəif olması ilə əlaqədardır. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və Standartlaşma üzrə Dövlət Nəzarəti Xidməti Yevlax Ərazi İdarəsinin baş məsləhətçisi Camal Babayev bildirir ki, artıq uşaq yeməkləri ilə bağlı ticarət obyektlərində yoxlamalar başlanılıb. Bu ilin sentyabrında bitməsi planlaşdırılan ilkin siyahıya alınma zamanı standartlara cavab verməyən qida məhsullarının satışı qadağan olunacaq. Biz müvafiq tədbirlərini yoxlamalarımızı keçiririk. Amma bizim insanlarımızın özündə də bir qanunvericiliklə bağlı bir məlumatlar olmalıdır ki, bunu yerlərdən alarkən, onun istehsal tarixinə maraqlansınlar, onun saxlanma şəraitinə, o cümlədən marketlərdə, deyək ki, mağazalarda onlar müvafiq temperaturda saxlamalıdırlar, vaxtı ötmüş məhsulları qəti şəkildə almasınlar. Yəni, bunlara çox diqqət yetirməlidirlər ki, o məhsullar körpələrə çatınadək artıq məhsul çıxarılsın. Təbii ki, bizim tərəfimizdən yoxlamalar keçirilir və aşkar olunan nöqsanlar dərhal sənədləşdirilir və həmən məhsullar yığışdırılır. Həm istehsal sahəsindən, həm də ki, müvafiq qurumlar deyək ki, piştaxtalardan bu məsələlərə yığışdırılması üçün diqqət nəzarət yetirirlər. Xatırladaq ki, keçən il ticarət obyektlərində satılan külli miqdarda yararsız uşaq qidaları dövlət tərəfindən müsadirə edilib. Kamil Balakişiyev, Nikbin Qasımlı, Ramin Ələsgərov, LTV Yevlax.